Kimsiz özünüz adınız nədir sizin? Sevir. Sevil xanım, burada yaşayırsınız siz. Hə. Niye böyle axı eviniz eşiniz yoxdur sizin? Yox, evimiz eşiyimiz yox. Heç əvvəldən olmayıb, ya olub eviniz eşik? Acıdı. Ola uçdu, dağıldı. Elə bir köhnə ev idi. Hansı kətdə idi? Maşlığın girəcəyində oradan çıxdıq. Elə bil. İndi Svetlizar idi. Üstü qalıb açıq. Üstü açıq. Heç kim də baxmır. Heç bir yerə müraciət edibsiz dövlətəzə də? Yox, müraciət eləmədim. Gəldim elə Zadavi icra hakimiyyətinə. Dedi denən kənd sovetinə. O onun üstatır, bu bunun üstatır. Heç kəs heç nəyə qulaq asmaq istəmirlər. Mən qalmışam çıxılmaz vəziyyətdə. Xəstə uşaq. O uşaq deyəsən xəstədir, mən hiss elədim. Nədir uşağın nəyi var? Uşağın elə bil məsəl üçün tuturdu. Belə. Ağrıları tuturdu, gəl nə? Hə. Elə bir buradan ağrıları tuturdu. Bundan mənə tərəf gəlirdi, məni qolurdu. Beyin sıkılır bu ürəyə. Beyin sıxılır, vurur ürəyə. Bunu müalicəyə aparıbsınız siz? Hə, aparmışıq. Bakıda müalicə alıb. Harda alıb müalicə? Məşdağada, ondan sonra Lənkəranda, sonra Səlyanda, hamısında alıb müalicə. Bakının həkimi gördü, ağladı. Belə insanlara orada yer var, saxlayırlar axı. Yox, saxlamırlar. Piskinə qoyurlar, dədə göndərirlər bir yana. Burada yaşamaq olar. Bəlkə gecələr sabah qış gəlir. Sabah nə edəcəksiniz burada? Burada qəbirin içindəsiz. Burada qorxmusunuz qalanda axşamlar? İşıq var, işıq var. Burası sizin olub eviniz də belə çıxır. 102-yə zəng elədim, onlar zəng elədilər bura. Dedi, biz elə şeyə baxmırıq. Sonra yolladım Lənkərana. Lənkəran dedi, psixologiyası yerindədir, qaytardı üstümə. Məşdağaya aparmışdınız siz, orada nə dedilir ümumiyyətlə? Ümumiyyətlə dedilər ki, bu dəlidir, biz buna müalicə necə lazımdır elədik. Çoxlu müalicələr getdi, neçə il yatdı orada. Siz də orada pul verirdiniz, elə belə qəbul elədiniz? Yox, verirdik. Pul verə bilərsiniz orada, siz hardan pul kazanırsınız? Uşağın pulunu eləyirdik ora, verirdik. Pensiya pulunu? Hə, verdik ora. Ondan sonra Uşağın deməli pensiya kartını verdiniz həkimə? Verdik həkimə, həkim götürürdü. Məsələn, özünə də baxmırlar, çırpırmışlar orada, döyürmüşlər, incidirmişlər orada. İncidirlər, bu dəqiqə xəstələrə baxmırlar. İncidirlər. Vallahi ölkə prezidentinin bundan xəbəri yoxdur. Ölkə prezidenti bundan xəbər olsa, onların hamısını edam elətdilər, hamısı. Xəstə uşağına siz gəlib harda qalmışsınız? Burada qorxmursunuz siz? Burada gündüzlər burada vahiməlidir. Onda qala gecə burada qalmaq olmaz ki. Nətər qalırsınız burada? İşığı yanır, işığa görə vahimə qorxmuruq da. Quran zat var, Quran qoymuşuq Quran. Heç olmasa isti burada yataq dəsti var uzdur. Nə isə var? Adiyalda da. Adiyalla qalmaq olmaz. İndi yaxşı, indi adiyalla qaldınız. Sabah qışda nə edəcəksiniz? Qızın adı Səadətdir ha? Səadət, sən biri harun ağrıyır sənin? Beyin sıkılır bu ürəyə. Ürəyə vurur, sıxılır. Ha. Üst qəbir bədənin mütəmmizi baş səhərlər qədər gedir. O istər varanda nətər özündə olmursan sən? Ədəm o sözlərə qaçıram, cəmaatı yavaş şəkildə görürəm. Bütün millətin üstünə cumuram, vururam. 10 gün yaxşı olur, 10 gündən sonra yenə də xalamın üstünə cumuram. 20 gün yaxşı olur, 20 gün xalamın üstünə cumuram. Bir də anamın üstünə cumuram, durduğum yerdə cumuram. Belə şeylər olur məndə. Birdən-birə gəlirdi o sənə. Birdən-birə gəlir, ha. İndi yaxşısan bir dəqiqə? Ha, yaxşıyam, ocağa getdim, yaxşı oldu. Ocağa getmişdin. Ha. Sarı saydan, nəzir boylanmışdım, onu vermədim, məni həlak edirdi. Sən belə üşümürsən sən? Şuna deyəndə... Əynin paltarı yoxdur sənin? Əynin paltarı deyəndə mən çöllərdə yaşayıram da. Gördüyün çöllərdə yatıram mən. Sən dövlətdən nə istəyirsən? Baba bunu mən paylaşacağım, bütün buna dünya baxacaq. Sən nə istəyirsən sən? Dövlətdən şey istəyirəm. Nedir ona? Yaxşı ev istəyirəm. Başı soxmağa bir ev olsun da, xırda da olsa girib biləsən öz evini sənə. Siz nətər, heç olmasa bir Allah yolunda, bu uşağa heç olmasa bir dənə dam şey eləyin. Heç olmasa bir dənə bir otaqlı, bu boyda nə boyda şeydir onu eləmək. Bir otaqlı dedim, heç olmasa bir dam eləyin ki, qoy uşaq girsin ora, yaşasın. Onu da dedi, yox, gedin icranıma şeyədir, kənd sovetinədir. Kənd soveti də dedik, mənim elə gücüm hardadır. Belə deyəcək o da. Ondan qayıtdım dala, gəldim, daha getmədim.
Mənə elə gəlir Allahın köməyi ilə bizim bu xalqımız gözəl xalqdır. Bəli. Bunlar sizi görüb bu dar vəziyyətdən inşallah qutarar Allah quşu. Dövlətimiz sizi bu vəziyyətdən qutarar. İnşallah. Buradan mən Cəlilabadın icra başçısına səslənirəm. Sizin vətəndaşdır, sahib çıxın cənab icra başçısı. Sizin vətəndaşlar burada qəbirstanlıqda gecələyir, evləri, eşikləri yoxdur. Bunlara sahib çıxın. Evim yarımçıq qalıb. Üstüm bağlaya bilmirəm, gücüm yoxdur. Uşaq Sizin gəlib evinizi remont eləsələr girə bilərsiniz bu evə. girə bilərik, remont eləsələr. İnşallah Allah qoysa sizə remont eləyən insanlar tapılar. Allah qoysa evinizi təmir elətdirərsiniz, girərsiniz inşallah. İnşallah. Dünən şüşəli qəbrin içində yatmışam. Hansı şüşə qələbirin? Bundan biraz o tərəfə şəhid qəbrinin yanında yatmışdım. Ondan sonra kutkamız adımı qoydum. Yadımdan çıxıb yiyəsi gəlib deyib ki, burada olmaz, bura toxunmaq olmaz. Onunla yatmaq gəlib kutkamız adımı qoyub bura ağanın qəbrinin yanına. Ana bala burada yatırır. Və çörəyi hardan tapırsınız? Yeməyi, içmək. Çörəyimizi o bu verir. Cəmaət yoldan keçən. Cəmaət yoldan keçən hərəsi biri çörək alır, biri su alır, hərəsi bir şey alır, verir. Yaxşı, bundan nə vaxtacan belə getmək olar? Buna bir sonu olmalıdır. Nə bilim vallahi. Bəlkə heç bir gün sənə bir çörək verən onu ilac qalacaqsan həmən günü. Nə deyim vallahi, mən nə deyə bilərəm. Allah özü kömək olsun sizə. İnşallah Allah böyükdür. İnşallah yaxın vaxtda bu bəladan qutararsınız. Eviniz eşiyiniz olar, girərsiniz öz ev eşiyinizdə yatarsınız inşallah. İnşallah.